Çoxlu səfər edirəm. Səfər sadəcə yeni yerləri görmək deyil, dünyaya yeni gözlə baxmaq. O insanı dəyişir, silkələyir, bəzənsə bütün düşüncələrini alt-üst eləyir. Köhnə fikirləri dağıdır, insanı yeniləyir. Səfərdə insan özündən qaçmır, əksinə özünə yaxınlaşır. Burada nə adın, nə vəzifən, nə də mövqeyin var. Sadəcə səyyahsan, özünsən, azadsan. Səfərə çıxdıqda yalnız gedəcəyiniz ünvandan zövq alacağınızı düşünməyin. Yoldan da zövq alın. Həyat da belədir. Təyin etdiyiniz hədəflərə gedən yolun özündən də zövq alın. Zövq alın ki, həyat gözəl olsun. Yol bəzən uzun, yorucu, bəzən də gözlənilməz sürprizlərlə doludur. Amma insan anlayır ki, həyat da yol kimidir. Hər döngənin arxasında yeni bir mənzərə, yeni bir dərs gizlənir.